Aprelin ilk həftəsi 4 bürc üçün xüsusilə əlverişli olacaq. Uğurlar yeni imkanlara, uğurlara və sevincli hadisələrə qapılar açaraq onlarla üz-üzə gələcək. Bəxtəvərlər arasında kimlər olacaq? Dəqiq xəbər onların siyahısını sizlərə təqdim edir. Əkizlər. Yeni perspektivlər vaxtı əkizlər üçün aprel pozitiv dəyişikliklərlə başlayacaq. Peşəkar sahədə sizin üçün yeni üfüqlər açacaq gözlənilməz təkliflər mümkündür. Qeyri-standart həllər üçün hazır olmaq və risk etməkdən qorxmamaq vacibdir. Şir. İşdə tanınma və uğur. Ayın əvvəli şirlərə çoxdan gözlənilən uğur gətirəcək. Səyləriniz nəhayət nəzərə çarpacaq və bu, karyera yüksəlişinə və ya maliyyə qazanclarına səbəb ola bilər. Şəxsi həyatınızda xoş sürprizlər də mümkündür. Məsələn, gözlənilməz etiraf və ya maraqlı tanışlıq. Əqrəb. Harmoniya və arzuların yerinə yetirilməsi. Əqrəblər güc və ilham dalğası hiss edəcəklər. Çoxdankı planları həyata keçirmək və şəxsi münasibətləri gücləndirmək üçün əla vaxtdır. Əgər həll olunmamış probleminiz varsa, indi onlarla məşğul olmaq vaxtıdır. Ulduzlar sizin xeyrinizədir. Oğlaq. Maliyyə sabitliyi və gələcəyə inam oğlaqlar üçün aprel ayı maliyyə sahəsində müsbət dəyişikliklərlə başlayacaq. Yeni gəlir mənbələri, sərfəli sövdələşmələr və ya çoxdan gözlənilən ödənişlər yarana bilər. Əsas odur ki, resursları ağılla idarə edin və vəziyyətinizi yaxşılaşdırmaq şansını əldən verməyin. Daha ətraflı məlumat üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi rəy bölməsində yazmağı unutmayın.